Faktlar qutusu 4. Getdik. Yava adasında mavi lavalı vulkan var. Mavi lava əslində neon mavi alovdur. Kükürdün yanması zamanı yaranır. Kükürd isti lava ilə təmasda 360-dan yuxarı temperaturda yanaraq güclü mavi alov əmələ gətirir. Bu hadisəni yalnız gecə vaxtı görmək mümkündür. Bayquşlar gözlərini hərəkət etdirə bilmirlər. Onların gözləri kürə formasında deyil, boru şəklindədir və kəlləyə bərkidilib. Buna görə bayquşlar ətrafı görmək üçün başlarını demək olar ki 270 dərəcə döndərə bilirlər. Mavi balinalar yer üzündəki ən səsli məxluqlardır. Onların çıxardığı səslər 188 desibelə çatır. Bu reaktiv təyyarənin qalxış səsindən daha yüksəkdir. Üstəlik, balinanın səsini su altında 800 km məsafədən eşitmək mümkündür. Günəş sarı deyil, ağdır. Əslində günəşin işığı ağ rəngdədir, amma yerin atmosferinə görə bizə sarı kimi görünür. Kosmosdan baxanda günəş tam ağ rəngdə görünür. Suyu daimi qaynayan göl var. Karib dənizindəki Dominika adasında yerləşən Boiling Lake daim qaynayır və buxarlanır. Çünki onun altında aktiv maqmatik çat yerləşir. Temperatur 100 dərəcə və daha çox ola bilər. Videonu bəyəndinizsə, zəhmət olmasa like edin, kanala takib atın və dostlarınızla bölüşün.